Burada bəziləri maraqlanır, deyir ki, siz kimsiniz, siz kimsiniz, tanımırıq, niyə hardan çıxmısan, nəsən? Ay kişi, birinci, nəyi tanıyasan? Sən mənlə hardan tanıya bilərsən? Mənlə yol yoldaşı olmusan, mənlə işləmisən, mənlə döyüşlərdə olmusan, mənlə yollar keçmisən, mənlə ac qalmısan, sus qalmısan, işləmisən, tədbirlərdə. Mən İrəvanda mitinqlərə, 88-də mitinqlərə gedirdim. Yanımda heç kəs yox idi. Məni necə tanısınlar? Ermənilər hətta deyirdilər ki, Oktay bura gəlirsən, istəmirik, amma sənin burada vursalar heç nə edə bilər. Düzdür, orada bir 100.000 adamın üstündən keçsə sağ-salamat da çıxmaz. Amma gedirdim mən, məqsəd nə idi? Kitab yazırdım. Bu bir. Mən Rusya'da, Estonya'da siz bilirsiniz o Gondarma Voyn Osvoboditel abidəsinin üstündə dava gelirdi Rus əskərinin. 2007-ci ildə, aprel ayında, 2007-də o əskəri şəhərdən götürdülər qəbirstanı. Onda dava düşdü. Mən o kamera ilə çəkirdim. O kamerasındı, düzdür. Kameranı başqaları verdi, bizimkilər vermədi. Yəni mən orada da elə deyil, Tanrı bilən məsləhətdir. Harda bir problem olurdu, deyək ki, dəva qalmalı, orada mən olmuşam da. Orada o hadisələri Estoniyanın Ruslar dağıdırdılar, Tallinn şəhərini. Yəni mən orada çəkiliş aparırdım, 2007. Yəni çox şeyləri danışmıram. Yəni yanımda mənim kim olub ki, məndə elə bir tanısınlar. Mən həmişə tək olmuşam. Pulu da özüm qazanmışam fəhləliklə, nə də sponsorum olub, nə də yanımda adam olub. Hər şeyi tək eləmişəm. Döyüşəndə də, tədbirlərdə də çıxanda, Rusların diplomatlarını, alimlərini beynəlxalq tədbirlərdə sənədsiz onların hamısını ağzını bağlayırdım. Sonra deyirlər, bu kim dərdən gəlib və bizim tədbiri pozdu, elədi. Bütün yalanlarını açıb qoyurdum, otuzdurum yerinə. Da, bax belə, yəni hər yanda o çox işləri mən 60 ildir bu işlə məşğulam Azərbaycan üçün, Turan üçün. Bu qədər. Yəni onu bilin və deyirsiniz ki, Yaşlılar Birliyinin üzvüsən. Bəli, 25 il oranın üzvüyəm. Beynəlxalq araşdırıcı yazıcı, beynəlxalq ictimai xadim, bilmirəm, özümü təqdim eləmirəm. Deyirəm, deyirsən, kimsən tanımırıq. Tanımırıq yox, tanımaq istəməyiblər. 99-da Fikrət Sadıqdır, Siyavuş Məmmədzadə, mən əks kitab yazmışdım Ocağa qarşı. Onlar yəni qadağa qoydular, dedilər, biz dostluq edirik, körpü salırıq, sənsə burada Azərbaycan, Bakıda belə kitab. Deyirəm, axı bu Ocağı yalan yazıb da, mən də düzünü yazmışam. Niyə yalanı siz deməli, elə bir ki, yalana dəstək olursunuz? Deyir, o başa düşmür belə. Nəysə, sonra Çingiz Abdullayevlə də yəni bir söhbət olub, o da. Yəni bilirsiniz nə var? Mən çox şey demirəm. Yəni məni istəməyən o deyir, istəməyəndən sonra nə tanımaq lazımdır? Düzdür, məcbur qalıb mən oranın üzvünü götürüblər, deyiblər, məcburi. Amma heç vaxt istəməyiblər görələr, nə də tanıyalar. Ona görə də deyirsiniz, tanımırıq, nə tanıyaq? Mən dedim də kiməm, nə kiyəm, nə ilə məşğulam. Ona görə də burada artıq əskidə danışırsınız, söyürsünüz, nə bilim, hər şey farsın üstünə atırsınız. Bəs bizdən niyə danışmırsınız? Bizdən də danışırıq da, bizdən də, bizim içimizdə də elə farspərəzlərdir də, sizdən danışırıq da. Siz qoymursunuz Azərbaycan dövlət, deyir, rüşvətxorsuz olsun, deməli, sabit dövlət olsun. Siz qoymuşsunuz da. Siz Fars agentlərisiniz, ərəbə, hamınız buradasınız. Bunlar kimdilər?
bunlar. Bunlar kimler? Bunlar kimlerdir? Kimlerdir? Ay kişi. Hansını deyəsən? Bunlar hansı bir gedib Farsa dedi ki, niyə Xocalını tanımırsan? Niyə Azərbaycanlarla, ermənilərlə birləşib Azərbaycan öldürürsən? Deyiblər, onlardır da. Onlar bax kimi görürsünüz, İslam dövləti yaradılır. İslam dövləti də bunun nəyini yaradırsan? Bunu o cəmaatın beyninə başqa cürə yozurlar edirlər. İndi yəni o dediyiniz kimdir, nə kidir? Mən dedim də, yəni 11 kitab müəllifiyəm, beynəlxalq araşdırıcı, yazıcı. Neçə dəfə təkrar edeyim. Yəni ehtiyac yoxdur bunu təkrar etməyə. Sadəcə dedim və tanımaq deyirsiniz, yenə də deyirəm. Mənim nəyimi tanıyasın? Məni daha tanıyanlar tanıyıb, amma düşmanlar istəmir tanısın. Düşman da o bizim şəhərimizdə oturub da. Siz özünüz o sualı verəndə sualı mənə yox, onlara verin. Mənə. Deməli bu alçaq verilişlərində görün oturub nə danışırlar. Bax bunlar. Bu Nayan Topandı verilişlərdə, Hayelidir. Bunlar nə danışırlar? Danışırlar ki Azərbaycanda Novruz bayramı ermənilərin başını kəsib qanını paxlavaya vururlar, şəkər böyle. Görürsünüz nə deyirlər? Ki Azərbaycan xalqı vampirdir, nədir? Yəni bizi belən ki təhqir edirlər. Hansı ki vampirə baxın. Bunun adı nə idi? Ayda Seropyan. Ayda Seropyan. Bax bunlar Azərbaycan əskərlərinin meyitlərini, bu qadındır, meyitlərini hətta zorlayırlar. Meyitlərini. Onlar da deməli ərəblərdir. Bax onlar Azərbaycan olan deməli var da meyilləri var, meyilliyi var. Ermənidir, farsdır, bu Fələstindir. Yəni meyit zorlamağa meyillidirlər. Və bu Azərbaycan əskərlərinin damarlarını dişləyirmiş, öldürürmüş. Damarlarını dişləri ilə kəsir. Bax bu Ayda Seropyan. Bir tanesi de Susanna var idi. Bu da tip bacısıdır. O da tip bacısıydı. Deməli ermənilərdə. 90-cı illərdə bizim əskərlərin o Susanna var idi, tip bacısı. O damarları ilə belə dişləri ilə Azərbaycan əskərlərinin damarlarını qopardırmış. Bax bunlar o da adam əti də yeyirlər, adamın qanını da içirlər. Yəni özləri bu gün bax işləyirlər. Niyə? Bilirsiniz niyə? Bax bunlar da. Bunlar imkan yaradır. Bunlar imkan yaradır, bax. Bunlar imkan yaradır ki, bizim haqqımızda elə danışsınlar. Bunlar imkan yaradır. Oturub ermənilərin qucağında otururlar, onlar da deyir, biz de vampirik. Yəni bütün bunların əməlləridir. Bunlar bütün günü Türk'ü aşağılayır, Azərbaycanı aşağılayır və Farsı Fələstini dəstəkləyir. Bunlar da quduracaq da. Bu ona baxır, qudurur, ağzına gələni danışır. Deyir Fələstini sevginə. Bu adam bizim uşaqları dəvənin eşeğinin altına atanlardılar. Suriya Hafiz Asad bununla bir yerdə Türk uşaqlarını götürüb şirin ağzına, canavarın ağzına atarmışlar. Başa düşdünüz? Yox, nə başa düşmür. Bu alçaq Bakılı sayır, Qarinova Mısır, o deməli Yevgeni Petrosyan, bu aktyorlar, klondular ha, dəlxəklər. Biz Bakılıyıq, bizim milyonçular, biz belə. Ata, babaları gəlib, tollada atın zəhərmarını təmizləyirmiş. Başa düşdünüz? Zəhərini təmizləyirmiş. İşləyiblər tollada, tuvalet təmizləməkdə, görün.
Onların nəsilləri də, bax bu Avanesov bunların törəmələridir. Bax bu hayların ki gəldilər 20-ci ildə iylənmiş. Bu da ruslar da gəlib süpürürmüşlər Bakı şəhərini. Görürsünüz ki, indi qudurublar deyirlər ki, мы Bakınçı. Bunlar deyir, мы Bakınçı, milyoner. Sonra aparıb nöğütü verirlər. Nöğüt adamdır da görür ki, işləyir də, indi inanır, aparır. Bunlar gəlibə Daviriya üçün. Qalxdılar, başladılar bizi vurmağa. Başladılar dağıtmağa. Bəs necə? Elədir. Çörəyimizi yedilər, dedilər, siz kimsiniz? Bizik buranı qaldıran. Nöğütü də qaldırmışıq, Azərbaycanı da tikmişik, yaratmışıq. Mən onlara deyirəm, siz tikibsiz, neyniyibsiz? Ancaq sağ olun, da indi fəxr edirlər. Bir adam ki, deyir ki, mən Atatürk'ün tumanını tikmişəm, naskisini giydirmişəm. Bu adam bundan fəxr edir. Burada nə var ki, indi kömək eləyibsən də? Buna nə fəxr eləmək? Nə dəli Atatürk'dür da, tumanını giydirmişəm. Bu insanlar insanlıqdan uzaq adamlardılar. Adama xəstəyə kömək eləyirlər, adam ağrında onun şalvarını da indi giydiriblər, ayaqqabısını da. Burada nə var? İndi kimsə ayaqqabını giyənmir, sən indi giydirsən, ayaqqabı bu baş alçaqlığı deyil, bu əskilik deyil. Kömək eləyirsən də insana. Amma bu başqa şeylə yozub, yəni bunlar əfəldilər, heç nə bacarmırlar, biz eləyirik. Qardaş, ayaqqabını geyindirmək, kiməsə kömək eləmək, bu ayıb şey deyil, fazur deyil. Kişidir, bağlayanmadı, kömək eləmək. Əsl müsəlman budur da. Bax, bu qədər yəni.